Bakıda ilk dəfə yalnız Ovoda pizza xəmirindən hazırlanmış kasada pastanın dadına baxa bilərsiniz. Şefin özəl pastasıdır, dadı isə möhtəşəmin möhtəşəmidir, dəhşət bir şeydir. Təsəvvür edin pizza xəmirindən kasa, içində çox dadlı pasta və ətrafında isə hissə verilmiş dana əti. Sizcə bunun pis olma ehtimalı var? Rahat 2-3 nəfər yeyə bilər. Bütün məhsulların qiymətini aşağıda qeyd edəcəm. Eyni zamanda mənə görə Bakıda ən yaxşı Napolitan tərzi pizza verən yer də Ovodur. Pizzalarına söz ola bilməz. Bu garlic steak pizzadır. Mən əlavə olaraq isteğə uyğun burrata da əlavə etdirdim. Dadı oldu laf fantastik. Siz də istədiyiniz pizzaya burrata əlavə etdirə bilərsiniz. Bu sendviç isə kaparis adlanır. Tərkibi elədir ki, vegetarianlara da çox uyğundur. Dadı isə həmişəki kimi əlaydı. Bu ispanaqlı, narlı salat isə dəhşət bir şeydir. Sosları salatı bildiyiniz Everest dağına çıxartmışdı. Ümumiyyətlə Ovoya gəlib də pis nəsə yemə şansınız yoxdur. Bunu əminliklə deyə bilərəm. Bütün pizzaları odun peçində hazırlanır və açıq mətbəxdir. Ovo elmlərdə Renesans Palasda yerləşir.